9-cu suala baxırıq. The Hunters mübtəda, chaotic xəbər, the bear tamamlıq. Əvvəlinə keçir, the bear. Tamamlığımız keçir. Cümləmi sözünə baxıram, keçmiş zamanlar. Keçmiş zamanlı was verb plus verb ilə düzəldirəm. O da D variantı var. Y variantında been var deyə səhvdir. A variantında Hunters olduğu kimi saxlayıb deyə səhvdir. Cavab olur D variantı. Ondan sonra hansı səhvini sardadır? 15. 15-ə baxırıq. 15-də the mübtəda, sell xəbər, all sorts of paper tamamlıq. Əvvəlinə keçir, all sorts of paper. Sell indiki zaman. İndiki zaman əmizar plus verbus. O da bircə dənə C variantında var. Are sold. Sonra 21. 21-də Z mübtəda, decorate xəbər, the whole tamamlıq. Əvvəlinə keçir, the whole. Decorate indiki zaman adına görə əmizar plus verbus. O da bircə dənə A variantında var. The whole is decorated before Christmas. Zal bəzədildi Christmasdan əvvəl. Sonra 39. 39. The police mübtəda, officer xəbər, assisted, üzr istəyirəm. The police officer, polis məmuru mübtəda, assisted xəbər, mi tamamlıq. Mini cümlənin əvvəlinə keçəndə I formasında keçir. Çünki mi obyekt əvəzi cümlənin əvəzinə gələ bilməz. Ona görə nə olmalıdır? Şəxsə çevrilməlidir. I olur. Assisteddə keçmişdə olduğuna görə was were lazımdır bizə. O da bircə dənə var. D variantında I was assisted by police officer. Mübtədanı da by ilə verib deyə düzgün, amma by olmasaydı səhv olardı. Sonra 51. 51-ə baxırıq. Baxdın. Z mübtəda, have settled xəbər, the problem tamamlıq. Əvvələ the problemi keçirirəm. Have settled da indiki bitmiş zamanı üstündə have has plus been plus verb. Yəni bizə nə lazımdır? Been. D variantında been yoxdur deyə səhvdir. Y variantı doğru cavabdır. 51-də Z mübtəda, looked xəbər, the picture tamamlıq. Əvvəlinə keçirirəm the picture. Looked da keçmişdə olduğuna görə was were lazım bizə. O da B variantında var, bir də Y variantında var. Y-də problem odur ki, bin işlənib. Bin işlənə bilməz, cavab olur B variantı. Sonra 53-ə barı. Z mübtəda, build xəbər, a house tamamlıq. Əvvəlinə keçir, a house sözü keçir. Sonra build da keçmişdə olduğuna görə was were lazımdır bizə. O da bircə dənə var D variantında. Sonra 61. 61-ə baxaq, sonra qaydarıq. The teacher mübtəda, asked xəbər, a lot of questions tamamlıq. Əvvəlinə keçirirəm, a lot of questions. Asked da keçmişdə olduğuna görə was-la were-ilə düzəltməliyim. Questions cəmdə olduğuna görə were lazımdır bizə. B variantında problem odur ki, being işlənib. Being davam edici zamanda işlənir. Əmizar plus being plus verb davam edici zaman. Bu davam edici zaman yox, keçmişdədir. Ona görə olur A variantı. İndi hansında qalmışıq Aysun? 55-də. 55-ə baxırıq. Helen mübtəda, wash xəbər, the dish tamamlıq. Əvvəlinə keçir, the dishes. A, B, D, Y-dən biridir cavab. Wash da keçmiş, üzr istəyirəm. İndiki zamanda ona görə əmizar plus verb lazımdır. A-da yoxdur, B-də yoxdur, C-də yoxdur. D variantında var, Y variantında yoxdur. Sonra 81. 79. 79-dan 71. His PRH mübtəda, brought xəbər, him tamamlıq. Əvvəlinə keçir, him. Him də əvvələ keçində he formasına keçirməliyəm. Çünki obyekt şəxsə çevrilir. He olmalıdır. C variantı his PRH olduğu kimi saxlayıb, ona görə C variantını avtomatik çıxıram. Brought da keçmişdədir, was were lazımdır. A-da yoxdur, B-də yoxdur, C-ni çıxmışdım. D-də yoxdur, Y variantı doğru cavabdır. 71-dən sonra nə demişdiniz? 79. 79-dan qabaq yoxdur. Z mübtəda, will send xəbər, the letter tamamlıq. Əvvəlinə keçir, the letter. Will send də gələcək zaman üstürü will plus B plus verb çox. Yəni bizə B lazımdır. O da bir dənə var B variantında. Qalanlarında. Y-də də problem odur ki, zem işlənir. Zem nə idi? Z idi. Şəxsi obyektə çevirməlisən. Amma qabağında nə olmalıydı? By olmalı. Çünki mübtədanı biz ancaq by ilə veririk. By olmadığına görə Y variantı səhvdir. Sonra 81-ə baxırıq. The editor-in-chief mübtəda has corrected xəbər, all the mistakes tamamlıq. Əvvəlinə keçir, all the mistakes. Keçdim əvvələ. Sonra baxıram, has corrected. Olmalı have has plus been plus verb. A-da yoxdur, D-də yoxdur, Y-də bini yoxdur. B ilə C-nin arasında qaldı. Mistakes. B-də də all the editor-in-chief olduğu kimi saxlayıb, ona görə səhvdir. C variantı düzgün. Çünki mistakes cəmdə olduğuna görə has həvə çevrilibdir. Sonra 95-ə baxırıq. 95-də we mübtəda have invited xəbər, him tamamlıq. Əvvəlinə keçirirəm himi. Himi də əvvələ keçəndə he formasında keçməlidir. Have-in də necədir? Have has plus
been plus verb 3. O da harda var? C-də var, Y-də var. Y-nin də problemi odur ki, as nə idi? V idi. V-ni nə ilə verməliydim mən? By ilə verməliydim. By as olmalıdır. By olmadığına görə Y variantı səhvdir, C variantı doğrudur. Firuzə, dərsə qulaq as. Testə baxaraq dərsə qulaq as. Sonra 107. 107-yə baxırıq. Suddenly qəflətən deməkdir. Bunun cümləyə aidiyyəti yoxdur. Zərfdir. We mübtəda, heard, xəbər, voice tamamlıq. Əvvəlinə keçirirəm voice calling. Sözünü əvvələ keçirirəm. Bütöv halda tamamlıqdır. Voice calling for help hətta. Kömək üçün çağırış səsi. Bütöv halda nədir? Tamamlıqdır. Zaten buna hamısını eyni formada keçibdir. Onu tapmaq o qədər çətin deyil. Heard də keçmişdir. Ona görə was were lazımdır. Yəni A variantı doğru gəlir, qalsın. B-nin səhvi odur ki, bin işlənib. Ona görə səhvdir. C-nin səhvi was were yoxdur. Ona görə səhvdir. D-nin səhvi odur ki, ası verəndə mübtəda da V-dir. O nə verməliydik? By ilə verməliydik. By as olmalıdır. Y-nin də səhvi odur ki, V-nin olduğu kimi saxlayıbdır. Sonra 27. 125, 125, 127, 123. Z mübtəda, teach xəbər, children cümlənin tamamlıqdır. Əvvəlinə keçməlidir children. B variantını və Y variantını çıxdım. Children, teach də indiki zamanda da əmizar plus verb 3 olmalıdır. A-da var, D-də var. D-nin problemi odur ki, Z-yi Z-dən veribdir. Qavanda nə olmalıdır? Bay olmalıdır. Bayı yoxdur deyə D variantı səhvdir, amma A variantı doğrudur. Okay? Sonra 125 demişdiniz də. 125-ə baxırıq. Z mübtəda asked xəbər, as isə bu cümlənin 2 dənə tamamlığı var. Asda tamamlıqdır. Many difficult questions sözü də tamamlıqdır. Bizə çoxlu suallar verdi. Hər 2 dənə tamamlıq varmı? Var. Ona görə when də əvvələ keçidə bilərəm. Many difficult questions də əvvələ keçidə bilərəm. Buna görə variant çıxa bilmirəm. Amma cümlənin zamana baxıram. Asked keçmiş zamanda da was were lazımdır. 2-də yoxdur deyə nağdı 2-ni çıxıram. İndi bir baxaq. A-da isə problem odur ki, deməli, we were asked. Görüm niyə ekran blanqlaşdı? Hə. We were asked many difficult questions. A-da 1-də problem yoxdur. 2-ni çıxmışdıq. 3-ə baxıram. Many difficult questions were asked by us. Problem yoxdur. 4-ə baxıram. Many difficult questions were asked at exam. Burada da problem yoxdur. Bir dəqiqə. By us yox, by them olmalıdır. Üçün problemi var. Çünki mübtədanı biz nə veririk? By name. Amma mübtədanı veririk. Mübtədamız nədir? They. Nə olmalıydı? By them olmalıydı. Ona görə cavab olur 1 və 4. Sonra 153. 153-dən qabaq var. Baxım ay müəllim. 137. 137. 137-yə baxırıq. Freda mübtəda was painting xəbər. İşte tərpətməyin. Granny's portrait tamamlıq. Əvvəl nə keçirdirəm? Granny's portrait keçirdirəm. Ona görə A variantını çıxdım. Was painting indiki keçmiş davam edici zamandadır. Keçmiş zaman üstü nə idi? Bir dənə ortaya being artırırdım. O da harda var? Bir dənə C variantında var. Was being painted. 143. 143. Some will have spent the news about the failure by the time. Aha. Deməli cümlə nəyinə baxıram? Some mübtəda will have xəbər, will have spread xəbər, the news tamamlıq. Əvvəl nə keçirdirəm? The news sözünü. The news əvvələ keçir, Y variantını çıxdım. Will have də will be deməli will have də olmalıdır, will have been olmalıdır. O da var D variantında. Sonra 153. 145. 145. Okay. 145. I mübtəda will have read xəbər, this book tamamlıq. Əvvəlinə keçir, this book keçir. D-də will yoxdur deyə çıxdım. B variantında will-da çevirir. Will-da çevirən mərd deyə çıxdım. B variantı will have been doğrudur. Y-də də A variantında problem odur ki, bu gələcəyin bu gələcək deyil. Gələcək bitmiş zaman. Gələcək bitmiş zaman will have been verb 3 olur. Okay. Sonra 145 dedik, 140, 145, 149. Z mübtəda will have closed xəbər, the entrance tamamlıq. Əvvəlinə keçir, the entrance. Ona görə Y variantını çıxdım. Sonra bizə nə lazımdır? Will have lazımdır. O da bir dənə var D variantında. Will have been closed. D. Sonra 151. 151-ə baxırıq.
Ted mübtəda was cleaning xəbər, his room tamamlıq. Əvvələ keçir his room. His roomu Ted's room şəklində də verə bilərikmi? Onun otağı ya da Ted'in otağı. Niyə verə bilmirik ki, Aysun? Ha onun otağı desən, ha Ted'in otağı desən. Eyni şey deyilmi? Aysunun otağı, onun otağı. Eyni şey deyil. Eyni şeydir. Ona görə Ted's room şəklində verə. Zaten bütün variantların hamısı Ted's room olur. Bütün variantlar çıxmasını verə bilmirsənsə. O məntiqlə də baxa bilərsən. Elə şey eləyə bilmədiyinə görə deməli verə bilirsən. Ted's room olur. Was cleaning də bitmiş zamandır. Bitmiş zaman üzr istəyirəm. Davam edici zaman davam edici zamanda being ilə düzəldirəm. Being-də bir dənə var C variantında. Was being cleaned. 153. 153 barəmizə organizers mübtəda were making xəbər special preposition tamamlıq preparations. Special preparation keçə əvvəli Y variantını çıxdı. Were making-də were being made eləməlisən. O da bir dənə var A variantında. Sonra qutardı aşağılar. Hayır. Onda bu 163-ə qədər videonu